Bakıda yerli brendlərin gücünü və milli dəyərlərimizi əks etdirən Nar Naxşı Made in Azərbaycan festivalının rəsmi açılışı baş tutub. 25 yanvar 2026-cı il tarixində Bakıda yerli brendlərin gücünü və milli dəyərlərimizi əks etdirən Nar Naxşı Made in Azərbaycan festivalının rəsmi açılış mərasimi baş tutub. Mərasimdə qonaqlar yerli istehsalçıların məhsulları ilə yaxından tanış olublar. Sərgi çərçivəsində iştirakçılar öz əl işlərini və məhsullarını nümayiş etdiriblər. Ziyarətçilər burada müxtəlif növ sabunlar, xanımlar üçün nəzərdə tutulmuş bəzək əşyaları, sırğalar, boyunbağlar, bilərziklər, toxunma oyuncaqlar və broloklar, eləcə də şokolad məmulatları, geyim və qabqacaq nümunələri ilə tanış olmaq imkanı qazanıblar. Bugün burada olmaktan çok memnun olduk. Çok güzel bir davettir. Bizi davet eden herkese teşekkür ederek çok güzel mallarla tanış olduk. İnşallah ki böyle sergiler tez olar. Azərbaycanlı iş qadınıyam, İstanbulda bir girişimciyəm. İstanbuldan buraya məxsus bu etkinlik üçün gəldim. Çox bəyəndim, çox qürur duydum. Böyle etkinliklerin dünya çapında olmasını istəyirəm. Bugün buraya İstanbul'dan katılıyorum. Türk Kadın Platform, Dünya Türk Kadın Platform adına buradayız. Kadınları desteklemek zaten bizim genel misyonumuz. Naz Festival Nar Naxışı. Nar Naxşı festivalında 48 Azərbaycan brendi öz məhsullarını təqdim etmək üçün bir araya gəlib. Biz qürur duyuruq ki, Azərbaycanda çoxlu sayda gözəl və keyfiyyətli brendlər var. Bu brendlər Azərbaycanı təkcə ölkə daxilində deyil, həm də xaricdə layiqincə təmsil edir. 50 nəfərə yaxın lokal brendlər, bizim yerli brendlərimiz öz mallarını təmsil edirlər. Və bizim missiyamız odur ki, artıq öz marketimizdə fokuslanmayaq. Bizim Made in Azərbaycan markaları, lokal markaları daha dünya miqyasda çıxardaq, marketlərə çıxardaq. Niyə ki, biz Gürcüstan, Ukrayna malları giyməliyik. Niyə ki, biz öz mallarımızı giyə bilmirik. Qeyd edək ki, sərgidə təqdim olunan məhsulları yerindəcə əldə etmək də mümkün idi. Təbii ki, bu səpkidə tədbirlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki yaradıcı sahibkarlığın inkişafı, həmçinin də Made in Azərbaycan brendi altında təmsil olunan əmtəələrin tanınması, təkcə həm ölkə səviyyəsində tanınması, həm də xarici bazara çıxarılması bizim üçün əhəmiyyət kəsb edir. Və bir ixracı və təşviq agentliyi olaraqdan bu kimi tədbirləri dəstəkləmək bizim üçün əhəmiyyətdir. Həmçində gördüyünüz kimi sahibkarların çoxu xanımlar təşkil edir və bu da bizim üçün çox sevindirici bir haldır. Çox gözəl ab-hava var. Bakıya köçmüşəm. Burada yaşamağa qərar vermişəm. 2 gündür Bakıdayam. İnsanlar mehribandır. Sərgidəki geyimlər isə çox gözəldir. Özümü burada rahat hiss edirəm. Hər şey əladır. Все супер. Nərgiz Qulu Art brendinin yaradıcısıyam. Bu gördüyünüz işlərin hər biri əl işidir. Xüsusi boyalarla hazırlanır. Yuyulanda heç bir halda öz təsirini itirmir. Süni küplər, faksfor. Mən buna çox diqqət edirəm. Çünki bu dəqiqə bilirsiniz ki, dünyada faksfor çox yayılıb. Yəni veganlar, heyvan sevərlərə görə çalışıram bunlara diqqət edim. Markamı tanıtmaq istəyirəm az və öz məhsullarla. 3 ilə yaxındır ki, bu işlə məşğulam. Öz brendimi yaratmışam. Dizaynların hər biri özümə aiddir, öz əl işimdir. Tədbir yerli brendlərin tanıdılması və milli istehsalın təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Esmira Turan, Leyla Şirinova, Sahib Səfərov, TV1.